verdiyimiz qərar səhv olduqda bu zaman bunun cəmiyyətə, təşkilata faydası olmur. Gec amma düzgün qərar verəndə də bu da vaxtı keçirmiş oluruq və yenə faydalanmış oluruq. Bizim özümüzün yetişdirdiyimiz kadrlar sabah özümüzün böyük rəqiblərimizdirmi? Sağlam şəkildə əgər rəqabət aparacaqsa, niyə də olmasın? Bir təşkilatı, yəni istəyir BOKD olsun, istəyir şirkət olsun, bank olsun, fərqi yoxdur. Maaşa görə seçirlər, bəs nəyə görə tərcih eləyirlər? Hər şey əladır, qaydasındadır. İşçi niyə çıxır? Bu zaman bəli, rəhbəri günahlandırmaq olar ki, burada şirkəti yox, rəhbəri tərk edir işçi. Tənqid inkişaf yaradır, tənqid açıq olmaq lazımdır. Amma reallıqda hamı da tənqid açıq deyil. Yəni rəhbərin bir verdiyi səhv qərar tənqid olunursa, bu normal qəbul olunmalıdırmı? İşçilərin beynini dəyişməkmi çox çətindir, yenilik gətirmək istəyirsiniz? Beyin dəyişməkmi çətin prosesdir, yoxsa işçinin özünü dəyişməkmi çətin prosesdir? Əməkdaş artıq özü maraqlı deyilsə inkişafa və bu inkişaf etmək istəməməyi bu təşkilatın nəticədə mənfəətinə təsir edən bir faktordirsə, burada artıq dəyişmə getmək labüd olur. Sonuncu dəfə oxuduğum pulun psixologiyası olur. Biri liderliyin qanunudur. Bəli. Misal üçün, biri də azlıqla mübarizə. Salam hörmətli izləyicilər, Bankir Masası verilişinin növbəti buraxılışı efirdədir. Bugün biz əsasən idarə etmə təcrübəsi, effektiv komanda idarə etməsi, korporativ idarə etmə barəsində danışırıq. Bugünkü qonağımız For Finance BOKD-un direktoru Azər Azadovdur. Azər müəllim, xoş gəlmisiniz. Xoş gördük Rami müəllim, salamlayıram sizi. Necəsiz? İzləyicilərimizi. Çox sağ olun, yaxşıyıq, duaçıyıq. Dəvətinizə görə təşəkkür edirəm sizə və yeni layihəvizə, kanalınıza uğur arzulayıram. Xeyirli, uğurlu, düşərli olsun inşallah. Təşəkkür edirəm, çox sağ olun. İnanıram ki, bugün faydalı təcrübələrinizi bu gün işçilərlə bölüşürük. Və xüsusən də əsas bir rəhbəri yanaşmaları həmişə bizim üçün maraqlıdır ki, rəhbərlər bu məsələləri necə münasibət bəsləyirlər. Ümid edirəm maraqlı dialoq alınacaq və belə deyək də əldə etdiyimiz təcrübələri faydalı şəkildə çatdıra biləcəyik. Azər müəllim, gəl onda bundan başlayaq. Heç elə bir sual varmı ki, o sualı özünüzə veribsiz, amma cavab tapanmısınız hələ də? Açığı bu barədə düşünməmişəm ki, belə bir sual olsun ki, onun cavabını bilirəmmi, bilmirəmmi, tapa bilirəm və s. Bir idarə edici kimi indi verdiyimiz qərarlar zamanla onun faydasını görə bilirik. Onun geri qayıdışını biz bir neçə ildən sonra müəyyənləşdirə bilirik ki, bu doğru qərardır yoxsa yox. Düşünürəm ki, bu düşündürücü sual olar ki, indi verdiyimiz qərar 5 ildən sonra həqiqətən də aktual olacaqmı, düzgün qərarmı vermişik, yoxsa 5 ildən sonra bunun nəticəsi daha pis ola bilərmi? Bu açığı məni düşündürən sual ola bilər. Doğru yanaşma maraqlıdır əslində. Bəs ümumilikdə rəhbər olaraq dediniz qərar vermək. Qərar sürətlimi verilməlidir? Məsuliyyətimi, çevikliyimi? Hansı daha vacib? Burada düşünürəm ikisi də vəhdət təşkil etməlidir. Çünki sürətli verdiyimiz qərar səhv olduqda bu zaman bunun cəmiyyətə, təşkilata faydası olmur. Gec amma düzgün qərar verəndə də bu da vaxtı keçirmiş oluruq və yenə faydalanmış oluruq. Burada əsas rəhbərin üzərinə düşən, düşünürəm ki, əsas vəzifə o qızıl ortanı tutmasıdır. Eyni zamanda sürətli qərar verməlidir, eyni zamanda dəqiq qərar verməlidir ki, buradan təşkilat zərər çəkməsin, belə deyək, faydalı olsun bu qərar. O nöqtədən düşünürəm ki, hər ikisi bir-biri ilə vəhdət təşkil etməlidir. Yəni ki, birin o birisindən ayırsaq, düşünürəm ki, burada balans itər. Məsəl var, deyir ağıllı fikirləşənə qədər dəli vurdu, keçdi. Bəzən gecikmiş qərarlarda bəzən bazarın itirilməsinə, hansısa bir bazarda mövqelərin itirilməsinə gətirib çıxara bilər. Əks halda rəqib həmin, belə desək də, daha çevik reaksiya versə, biz itirmiş olarıq. Tamamilə doğrudur. Burada sürətli qərar vermək də çox önəmlidir. Bəli, doğrudur. Bizim özümüzün yetişdirdiyimiz kadrlar sabah özümüzün böyük rəqiblərimizdirmi? Bu bir mənalı belədir və bundan qaçış düşünürəm ki, demək olar ki, yoxdur. Bu düşüncə ilə bağlı bir şeydir. Öz təcrübəmdən biz də hansısa bir cəmiyyətdə ən kiçik
belə deyək də kredit sahəsində kiçik kredit mütəxəssisi vəzifəsindən sıfırdan bu işə başlamışıq. Bu günlərim keçmiş bir təşkilatımıza bəlkə də rəqib kimi görsənə bilərik və yaxud da onlarla elə əməkdaşlar olub ki, bizim dövrümüzdə istər bizlə bərabər inkişaf edib, istər inkişafında bizim töhfəmiz olub və s. Bu günlərim çox sevindiricidir ki və fəxr edicidir ki, artıq onlar başqa təşkilatlarda idarə etmədə iştirak edirlər, rəhbərdirlər və kifayət qədər də uğurludular. Bunun qarşısını almaq düşünürəm ki, mümkün deyil. Əlbəttə. Mümkünsüz. Çünki insan inkişaf etmək istəyirsə, bu avtomatik olaraq bu yola əl atacaqdır. Çünki sərbəst olmaq istəyir. Yox, təbii ki, yolun bağlamaq da düzgün deyil. Yolun bağlamaq da düzgün deyil, amma düşünürəm burada ən əsas vacib məqam o olmalıdır ki, elə bir münasibətlə yanaşılmalıdır və elə bir münasibət qorunmalıdır ki, gələcəkdə rəqib olsaq belə bir-birimizə və yaxud da tutaq ki, təşkilatın əməkdaşlıq edir. Münasibətlər normal olmalıdır, sağlam rəqabət olmalıdır və belə deyək də düşmənçilik prinsipi ilə tutaq ki, mən ona necə ziyan vura bilərəm və yaxud da ki, onun sağlam şəkildə əgər rəqabət aparacaqsa, niyə də olmasın? Zaten bu inkişafın bir parçasıdır. Onlar olmasa da bir başqaları yenə bu sahəyə daxil olmalıdır və belə deyək də bu fəaliyyəti göstərməlidir. Nə gözəl ki, elə bizim tanıdığımız insanlar olsun. Çox doğru vurğuladınız. Həqiqətdə sağlam etibarın əsas odur ki, bu gəlib xəyanətə çevrilməsin də. Yəni insanlar bir təşkilatı, yəni istəyir BOKD olsun, istəyir şirkət olsun, bank olsun, fərqi yoxdur. Maaşa görə seçirlər. Bəs nəyə görə tərk eləyirlər? Tərk daha çox rəhbərimi tərk edir. Deyim var, deyir bir iş yeri işdir, bir işçi işdən ayrılanda şirkətdən çox rəhbəri tərk eləmiş olur. Fikirlər boş yerə formalaşmır. Yəqin ki, bu müəyyən bir təcrübədən keçmiş fikirlərdir, hansı ki, dövrlər üzrə bu müşahidələr aparılır, müəyyən institutlar tərəfindən və yaxud da müşahidəçilər tərəfindən belə deyək və belə bir qənaətə gəlirlər ki, adətən işçilər şirkəti yox, rəhbəri tərk edir. Buna canlı şahidim bir neçə dəfə olmuşam əvvəlki işlədiyim təşkilatlarda. Bəli, bu doğrudan da bir çox hallarda belə olur. Amma tək onunla da əlaqələndirmək olmaz. Dediyimiz kimi, elə bayaqların vurğuladığımız kimi insan inkişaf etmə ambisiyası varsa, işçi kimi qalmaq istəmir, rəhbər olmaq istəyir və inkişafın həmin təşkilatda görmür, fikirləşir, oturuşmuş təşkilatdır. Deyək ki, Azər oturub hansısa şöbənin müdürüdür, hər şey qaydasındadır, onun işdən çıxma ehtimalı çox azdır və yaxud da o da işindən məmnundur, işini tərk etmə ehtimalı azdır. Mən necə inkişaf edəcəm və yeni fikrə, düşüncəyə gəlir ki, bunun üçün mən nə etməliyəm, yeni iş axtarış etməliyəm və öz əməyimi başqa yerdə təqdim etməliyəm. Bu hallar ola bilər. Əməkdaşlar arasında müəyyən xoşa gəlməz münasibətlər ola bilər, hansı ki, adam bezə bilər oradan. İndi onu bəzən rəhbərlər görə bilmir, amma işçilər arasında bu hallar bəzən olur ki, rastlanır ki, belə bir hal olsun. O baxımdan düşünürəm ki, burada bir çox məsələləri nəzər yetirmək olar, amma fikirləşsək ki, hər şey əladır, qaydasındadır, işçi niyə çıxır? Bu zaman bəli, rəhbəri günahlandırmaq olar ki, burada şirkəti yox, rəhbəri tərk edir işçi. Biz belə deyim də, Azər müəllim, bir həqiqət var ki, hamımız elə danışırıq, deyirik, tənqid inkişaf yaradır, tənqid açıq olmaq lazımdır, amma reallıqda hamı da tənqid açıq deyil də, yəni 90% insanlar tənqidi daha çox insanlar çəksə, yəni həqiqətdə tənqidə nəzəriyyədə göründüyü kimi açıq deyilik də. Həqiqətdə məsəl üçün də rəhbərin bir verdiyi səhv qərar tənqid olunursa, bu normal qəbul olunmalıdırmı? Yəni siz özünüz necə qəbullansınız? Baxın, burada yanaşmalar fərqlidir. Rəhbərin yanaşması, tutumu fərqlidir burada təbii ki. Rəhbər səhv qərar verə bilərmi? Təbii ki, verə bilər. Bu rəhbər bütün qərarları doğru olacaq deyə bir anlayış yoxdur. Sadəcə olaraq rəhbər ən doğru qərarı
seçməli olan bir şəxsdir da belə deyək. Bəli. Mən özüm ümumiyyətlə tənqidi qəbul edirəm, açıq. Amma burada yenə də baxmaq lazımdır ki, tənqid hansı formadadır. Deyək ki, 100 nəfərlik kollektivin içində kimsə bir qışqıra-qışqıra sizə bunu deyirsə, bu təbii ki, Yox, təbii ki də. bu hörmətsizlik kimi qəbul Çərçivələr daxilində, müzakirələrdə rəhbərlə rəhbər heyəti, menecerlər müzakirəsi zamanı bir səhv qərar olubsa və bunun nəticəsi təşkilatın mənfəətinə ziddiyyət təşkil edirsə, əlbəttə ki, bunu tənqid deməyək də, yəni bunu səhv olduğunu, fikir ayrılığı, bəli, bunun səhv olduğunu və bunu əsaslandıran bir şəxs. Hətta mən deyərdim ki, rəhbər onu mükafatlandırmalıdır ki, o baxımdan ki, işin nəticə etibarı ilə kimin səhv qərar verməyindən asılı olmayaraq məsuliyyəti daşıyır, həm təsisçilər qarşısında, deyək ki, həm səhmdarlar qarşısında rəhbər daşıyır, müşahidə şurası qarşısında. Bu baxımdan hətta mən düşünürəm ki, daha düzgün formada bildirilən iradı hətta alqışlamaq lazımdır. Amma təbii ki, bu birmənalı deyil. Hər dəfə bu rəhbər tərəfindən birmənalı qarşılanmır. Bəzən ego imkan vermir ki, əməkdaşın ona bildirilən iradını qəbul edəsən, səhv olduğunu bildiyi halda belə geri addım atmır və onun davam edir. Bu təbii ki, korporativ mühitdə çox da xoş olan bir hal deyil və bu nəticə etibarı ilə şirkətin zərərinə atılmış addım olar deyə düşünürəm. Bəs ümumilikdə belə deyək də, komandada fikir ayrılığı inkişaf yaradır, yoxsa zəif idarə etmənin nəticəsidir, əgər fikir ayrılığı yoxdursa orada? Bu da yenə birmənalı baxılası bir məsələdir. Deyək ki, biz 5 nəfər rəhbər heyəti yığılmışıq, bir qərar qəbul eləmişik və bunun düz olduğunu hamı yekdilliklə qəbul edib. İşin ortasında bir yoldaş deyir ki, yox, bunu eləməyək və s. Bu biraz düşünürəm ki, o nəticəni görməmiş etiraz etməsi və s. bu düzgün bir yanaşma deyil. Amma dediyim kimi, normal fikir ayrılıqları, hansı ki, cəmiyyətin inkişafa aparacaq fikir ayrılıqları, bu alqışlanmalıdır, dəstəklənməlidir və inkişafa aparan yol əslində budur. Səmimi deyim ki, bir çox hallarda menecer məsələn mənə deyəndə ki, filan məsələ var, onu belə eləyimmi, belə eləyimmi? Mən bir çox halda deyirəm ki, siz gedin özünüz qərar verin. Qərarın nəticəsini sonra görək. Səhv olarsa deyəcəm, səhv eləmirsən, düzəlt bunu. Düzdürsə də o bir növ onun formalaşmasından ötürü əslində. Bəli, çox doğru. Əsl bir lider yanaşması. Əslində amma mən üçün daha rahat olan nədir? Elə özüm deyim ki, bunu belə eləyin və onun fəsadı da olmasın və daha sürətli olsun. Amma burada artıq o... Yəni, yeri gəlsə səhv eləməyə imkan yaradırsınız. Yəni, səhv etmək əslində biz özümüz də səhv edərək öyrənmişik. Ən gözəl öyrənməyin yolu səhv etməkdir. Bunu bilərəkdən etmiriksə və işin xeyri üçün çalışırıq və burada bir səhv baş verirsə, düşünürəm ki, burada qəbahətli bir şey yoxdur. Tamamilə doğrudur, tamamilə doğrudur. Mən əslində bir neçə, ümumiyyətlə təcrübədə çox görmüşəm, bir neçə şirkətlərdə belə rast gəlmişəm. Ümumi məsələ çıxır, departament rəhbərləri və s. yığılıblar, iclas edir. Məsəl üçün, rəhbər özü bildirir ki, münasibətiniz nədir? Bu, bizim öz görüşlərimizdə də olubdur. Görürüm, hamı gözləyir rəhbərin sözünü. Yəni, demək istəyirəm, fikir ayrılığı olmayan da bu tadı zəif idarə etmə, yaratmağa gətirmək istəyirəm fikri ki, rəhbər nə dedi, direktor nə dedisə, hamı düşür direktorun fikrinə. Direktor bu fikri dəstəklədisə, bunlar da bunu. Başa düşdüm ki, ortada bir öz mövqeyi olan yoxdur, amma o da ki, idarə etmənin nəticələri məlum olur da sonra, təbii ki, zərərə gətirir və yaxud da ümumi. Artıq onlar yaradıcı yox, icraçılardır. İcraçılardır, bəli. Əlavə dəyər yaratmırlar. Bəli. Əslində, rəhbərdən gözlənilən şey də əlavə dəyər yaratmaqdır. Bəli, tamamilə doğrudur. Bəs rəhbər ümumilikdə idarə etmədə hər bir komandasında hamıya eyni yanaşmalıdırmı, yoxsa
hərənin öz idarə etmə dilində özünə məxsus individual yanaşma eləməlidirmi? Rəhbər çalışmalıdır ki, düşünürəm ədalətli olsun, amma ədalətli olmaq da özü nisbi anlayışdır deyə düşünürəm. Çünki sizə görə ədalətli olan bir şey mənə görə olmaya Təbii bilər. ki. Bu komandada, xüsusilə böyük komandada insanların düşüncəsinə təsir edən faktor ki, deyək ki, rəhbər məsələn Əliyə daha çox vaxt ayırdı, mənə daha az vaxt ayırdı. Amma burada rəhbərin də əsas düşünürəm ki, funksiyası, vəzifəsi odur ki, hamısının potensialını eyni dərəcədə belə deyək də qaldırmağa və yaxud da göstərməyə şərait yaratsın. Bu bəzən bir əməkdaşla şərti olaraq deyirəm, bir danışıq yolu ilə olursa, bəzisi ilə bir başqa formada olur. Birinə 10 dəqiqə vaxt sərf eləyəndə o daha tez götürə bilər və o öz potensialını göstərə bilər. Birinə ola bilər yarım saat vaxt ayırarıq və o öz potensialını göstərər. Şərti olaraq deyirəm bu rəqəmləri. O baxımdan özündə, daxildə əgər hər kəsə qarşı eyni ədaləti gözləyirsinizsə, birinə çox, birinə az diqqət ayırmaq düşünürəm ki, fərdin özündən asılı olur. Doğrudur. Yəni ya belə deyək də biz bütün komandanı elə formalaşdırmaq ki, hamı 10 dəqiqəyə bir məsələni qəbul etsin. Bu da düşünürəm ki, onun özü də ədalətsizlikdir. Ədalətsizlik Çünki hərənin götürmə tərzi fərqlidir. Fərqlidir, bəli. Və onu elə o formada formalaşdırmaq da mümkünsüzdür. Çünki hər kəsin özünün kapasitəsi və belə deyək də yanaşması var. Bu baxımdan düşünürəm ki, fərdi yanaşmalar olur, amma nəticə etibarı ilə hamıya eyni yanaşılır da. Yəni ki, burada ədaləti orada qorumaq lazımdır ki, hamıya eyni yanaşmaq. Tamamilə doğrudur. Bəzən olur ki, müəllim, biz belə deyək də, şirkətlər var, müxtəlif ümumiyyətlə təşkilat, istəyir BOQ-da olsun, istəyir bank olsun və s. istəyir şirkət olsun. Hərəsinin özünə məxsus siyasəti var. Siyasət bir, bəziləri düşünürlər ki, mən nə qədər kənardan təcrübəli şəxs dəvət etdikdə, daha çox başqa yerlərin təcrübəsini də özündən gətirmiş olur. Bu mənim inkişafıma töhfədir. Tamam. Yəni özün tutaq ki, hansısa bir BOQ-dunuza departament direktoru götürürsünüz. Bunu daha çox cəhd edirsiniz ki, tutaq ki, başqa bankda, BOQ-da təcrübəli bir adam gətirmək. Bu sizə bir müsbət tərəfi budur ki, dəyər yaradır, yaxşı təcrübə gətirir, özünlə bir yeni bir inkişaf, dəyişiklik gətirir. Amma eyni zamanda mənfi tərəfi, daxildansa ki, yetişmiş bir işçi ola bilər, o özün gözləyirdi ki, o departamentə rəhbər bu ola bilər də, misal üçün. Düzdürmü? Bu daxili rotasiyada da bu bir növ elə bil sadiqləri cəzalandırır da, yəni bir növ. Amma bunun ikisinin təbii ki, hərəsinin özünə məxsus müsbətləri var, mənfiləri var. Amma daxildən də ancaq eyni fəlsəfə ilə yetişmişlərin götürəsi olsaq, bunları rəhbər vəzifələrə yüksəlsək, kənar təcrübələrdən məhrum qalır. Sizin siyasətinə daxili rotasiya üstünlük verirsiniz, yoxsa həmişə ən yaxşıları seçməyə üstünlük verirsiniz? Uzun müddətdir ki, istər əvvəlki təşkilatda olsun, istər indiki təşkilatda, uzun müddətdir ki, bizim əsas siyasətimiz daxildən yetişmiş əməkdaşları qiymətləndirmək olub və indi də o ənənəyə açıq, sadiq qalırıq. Doğrudur ki, kənar təcrübə önəmlidir və yeni, belə deyək, nəfəs gətirir, yeni məhsul yaratmasından tutmuş, digər məqamlarda, idarə etmə müxtəlif sahələrində təsir göstərə biləcək effekt verə bilər. Məsələ burasındadır ki, kənardan gələn yaxşı təcrübə ilə bərabər bəzən olur ki, fərqli korporativ mədəniyyət də gətirir. Biz təcrübəsində özünə lor dildə desək gətirə bilir. Daxildə olan əməkdaşların isə illərdir tanıdığımız, etibar etdiyimiz və o vəzifəyə layiq gördüyümüz adamlardır. Onlar daha çox şirkətə loyal olur. Geridən gələnlər üçün bir nümunə olur, inkişaf üçün açığı. Şəxsən mən özüm də elə inkişaf eləmişəm. Sıfırdan dediyim kimi daxildən qiymətləndirilərək qalxmışam. Bu baxımdan düşünürəm ki, əsas hansı ki
xüsusi bacarıqlar tələb edən sahələr deyil. Məsələn, informasiya texnologiya sahəsində bunu Bəli. daxildən nə qədər yetişdirə bilərsiniz? Bəli, bəli. Təbii ki, sahəyə görə dəyişir. Şəxslərdən tələb olunur ki, onları cəlb edək. Amma müəyyən şöbələr, departamentlər deyək ki, var ki, bunu biz öz daxilimizdən qiymətləndirə bilərik. Sözsüz ki, kənar təcrübədə çox maraqlıdır və olması bəlkə də qaçınılmazdır. Amma dediyim kimi bu daha baxır vəzifəyə və spesifik olanda daha çox maraqlı gəlir ki, deyək ki, şərti olaraq deyirəm də, indi məsəl üçün süni intellektlə bağlı inkişaf gedir ölkəmizdə. Tamamilə. Müəyyən mənada elə bizim də əsas işlərimizdən biri olmalıdır ki, daha sürətli qərar vermək üçün bundan istifadə edək. Bizim komandanın deyək ki, onun potensialı olan, onu görməyən, bilməyən əməkdaşın onu icra eləməsi çətinlik törətdiyi halda biz kənardan mütəxəssis cəlb edə bilərik. Bu təbiidir. Amma daxildən yetişmiş əməkdaşların əsas məsələlərdən biri odur ki, şirkətə qarşı loyal olur. Bəzən kənardan gələn əməkdaş 3 ay, 5 ay birləşdir, bir xırda bir məvacib artımına görə başqa təşkilatlara üst tuta bilir. Bu baxımdan hesab edirəm ki, vəhdət təşkil eləməlidir, amma mən üstünlüyü, açığı məndən soruşsaz ki, siz özümdə necə düşünürəm? Düşünürəm ki, daxildən qiymətləndirmə daha məqsədə uyğun olar. Tamam, o türklərin də bir sözü var, deyir, dəyişim gəlişimdir. Bəzi inkişaf üçün dəyişikliklər önəmlidir. Təbii. Bəs dəyişikliyə gəldik, çıxdıq müəllim. Bəs bəzən olur ki, daxili rotasiya üstünlük veririk, amma işçi özü inkişafa meyilli deyil. Bu ümumi inkişafı ləngitmirmi? Tamamilə ləngidən bir prosesdir və yəni işçi beyin də sizin təcrübənizə görə işçilərin beynini dəyişməkmi çox çətindir, yenilik gətirmək istəyirsiniz? Beyin dəyişməkmi çətin prosesdir, yoxsa işçinin özünü dəyişməkmi çətin prosesdir? Düşüncələri dəyişmək daha çətindir də. Onu vaxt lazımdır. Görməlidir real olaraq ki, bu proses dəyişikliyi nə baş verir və s. Amma bəzən olur ki, biz o çətinə gedirik. Bəli. Açığı. Bəzən olur ki, siz dediyiniz kimi də bəli, əməkdaş artıq özü maraqlı deyilsə inkişafa və bu inkişaf etmək istəməməyi, bunun təşkilatın nəticədə mənfəətinə təsir edən bir faktordursa, burada artıq dəyişmə getmək labüd olur. Aysən, doğrudur. Çünki inkişafı qəbullanmamaq tək özünü geridə qoymaq deyil, əmək bazarından çıxartmaq deyil. Bəli. Bazarda öz mövqeyini itirmək deyil, eyni zamanda təşkilatın mövqeyini itirməyə də gətirir, çıxarır da. Yəni tək özü, işçi və təşkilat bir-birinə bağlı tərəfdir də. Birinin gücü o birisindədir, o birisinin də gücü. İkisinin də bir-birinə təsiri qaçılmazdır. Tamamilə doğrudur. Bəs Azər müəllim, ümumi idarə etmədə lider kimi, bax direktor olandan bir bokun direktoru kimi oldunuz rəhbər. Ən çox hansı xüsusiyyətlərini dəyişmisiniz rəhbər kimi ki, yox da mən rəhbərəm, bu xüsusiyyətlərimi dəyişməliyəm də. Yəni səmimi cavab istəyək. Burada düzün düşünmədiyim bir məqamdır ki, özümdə nə dəyişibdir. Ola bilər ki, biraz daha çox səbirli olmuşam, belə deyək, bu məqamda. Və yaxud da əvvəl daha çox hər şeyi özüm həll etmək kimi bir vərdişim var idi, belə deyək ki, etibar eləmirdim, sanki birdən nəsə düz olmaz və s. Bu baxımdan artıq daha çox çalışıram ki, bunu yoldaşlara səlahiyyət ötürmə. Bəli, səlahiyyətləri yoldaşlara ötürüm ki, hər kəs özü qərar versin və qərarın məsuliyyəti özü daşısın da. Birdən hər şeyi qərarın sən verəndə nəticə etibarilə yenə hamısının təbii ki, məsuliyyətini sən daşıyırsan, amma kimlərsə də o yükü bölüşməlidir deyə düşünürəm də. O çox vacib məsələdir, o çox vacib məsələdir. Bəzən mən o vaxtı filial müdür işləyəndə sənəd gəlirdi, baxırdım sənəddə səhv gəlirdi, çünki mənim imzam yox, imzalayan müdürdür də.
Və mən də təzə müdirəm, belə bir optum yox. Düşündüm mən bunu necə həll eləyim ki, bu gəlməsin. Çağırdım, bizdə nəzarət şöbəsi müdiri var idi. Deyim, sən vizan olmadan mənə müqavilə gəlməsin. Başlamış səlahiyyəti vermək ona ki, sən yox, da hər dəfə bu sən yoxlamalısan, rəy verməlisəz, ən sonda. İşçinin məsuliyyət məsələsi, onun orada bir imzası var idi deyə, artıq o məsələlər kökləli olundu. Çünki öz imzası məsuliyyətini daşımağa başladı deyə səhvlərin kökü kəsilməyə başladı. Amma həqiqətdə səlahiyyət vermək idarə etmə effektivliyini çox artırır. Öz təcrübəmdən deyirəm ki, bax, dediyim kimi ən primitiv məsələ idi. Mən bunu bir dənə səlahiyyət ötürməklə başqa bir insanın onun bir səlahiyyətdir. Çünki işçidə avtomatik başlayır, özünü hiss edir ki, mən əhəmiyyətli bir şəxsəm, mənim burada qərar verməyim, mənim fikrim, mənim imzam önəmlidir. O, həm də eyni zamanda başqa bir məsuliyyət yaradır ona. Tamamilə doğrudur, elə onu deyəcəkdim mənə qabaqladınız. Bundan başqa da özünün verdiyi qərarın icrasını daha təşəbbüskar olur icra etməyə. Bu da effektivliyi düşünürəm ki, artırır. Çox artırır, çox artırır. Maraqlı təcrübəniz üçün çox sağ olun. Həqiqətdə bunlar hesab edirəm ki, faydalı təcrübələrdir ki, biz bölüşürük. Bəs ümumiyyətlə Azər müəllim, sağlam korporativ idarə etmə mühitinin mövcudluğunu necə təmin eləmək olar? Yəni, necə bilmək olar ki, həmin mühitdə korporativ idarə etmə sağlamdır? Yəni, vacibdir ümumiyyətlə korporativ idarə etmə. Niyə hesab edirsiniz ki, korporativ idarə etmə olmağı mütləqdir? Bu, bir növ korporativ idarə etmə bir növ şirkətin mədəniyyətidir də və biz bununla xaricə açılırıq. Xaricə dedikdə, yəni ki, kənara. Bu günlərim şirkətin korporativ idarə etməyi nə qədər sağlam olsa, orada yetişən əməkdaşların sabah bir başqa yerə getməyi bir növ yazılmamış vizadır. O baxımdan ki, məsələn, bizim özümüzün illərdə işlədiyimiz, məsələn, filan təşkilatda işləyən əməkdaşlar yaxşı olur, tutaq ki, çalışqan olur, dürüst olur və s. Biz bunu müxtəlif banklardan və kredit təşkilatlarından bunu eşidirik. Bunu yaradan əsas məsələ düşünürəm ki, korporativ idarə etmədir və hətta mən bu bir dəfə başıma gəlib, bir bankların, böyük bankların birində bir vəzifə üçün görüş olmuşdu. O zaman onu mənə üzmə demişlər ki, o filan yerdə işlədiyimizə görə tutaq ki, oranın korporativ mühitin bizə məlumdur deyək, o tərəflərini araşdırmırıq, bəs kifayət qədər qane edicidir və s. də tutaq ki, bizim üçün. Bu da mənim üçün bir təcrübə olmuşdu ki, şirkətin korporativ dəyərləri olduqda bu kənardan da sezilir, yəni ki, hiss olunur. O baxımdan düşünürəm ki, şirkətin korporativ belə deyək, qaydaları, mühiti mütləq olmalıdır və bu həm cəmiyyət üçün faydalıdır, həm əməkdaşlar üçün faydalıdır. Çünki cəmiyyət qarşısında etimadı artırır, məlumatların ən azı ictimaiyyata açıq saxlamağı təmin eləyir. Eyni zamanda şəffaflığını göstərir ən əsası ki, bunun bir dəyərləri var, şəffafdır, məlumatlar ictimaiyyata açıqdır. Ən təhlükəli şey, o korporativ, mənə görə korporativ həmişə deyirəm, korporativ idarə etməsi olmayan bir təşkilat nəyə bənzəyir? O təyyarələrdə qara qutu olur, içində nə var bilinmir də, yəni çox xaotik, bilinmir ki, kim nəyə məsuliyyət daşıyır və işçi götürmək də qəlizdir onun üçün. Niyə? Təsəvvür elə mən çağırırsınız, korporativ idarə etmə yoxdur. Deyirəm, mən burada vəzifə öhdəliyim nə olası, deyir, gəl də bir şey tapıb verəcəyim, direktor nə desə olası, Azər müəllim sizə tapşırıqlar yəni, mən normal özünə, əməyinə hörmət eləyən işçi də gəlməz, axı ona ki, mən nəyin məsuliyyətinə gələm, nəyin altına gələm, bəlkə deyəsən ki, dur get bağımı bellə. Yəni, ona görə də təbii ki, bu istər həm vəzifə təlimatlarının etdiyi baxımından, həm eyni zamanda vəzifə funksiyalar, səlahiyyətlərin dəqiq bölgüsü baxımından
hər tərəfdən korporativ idarə etmə inkişafı çox böyük dəstəkləyən bir meyardır. Hesab edirəm ki, də istəyir bokdos. Bank boktusun onsuz da məcbur idi. Bəli, məcbur idi tətbiq eləməyə, amma tətbiq etmək xatirinə yox, həqiqətdə işləhliyinə önəmli, çox önəmli məsələdir. Azər müəllim, bax biz rəhbər kimi bəs sizin özünüz İş yükünüz çox olanda bu enerjinizi nətər bərpa edirsiniz? Bəzən olur ki, deyirsiniz ki, təmiz tükəndim, yoruldum. Bu o situasiyalarda enerjilərinizi necə bərpa edirsiniz? Yarı zarafat, yarı gerçək. Bu biz işləyə-işləyə istirahət edirik. Əslində yorulduğumuz vaxtlarda olur, düzdür, elə hallarda olur. Bu zaman yoldaşlarla, ailə ilə vaxt keçirməyə çalışırıq ki, biraz işdən uzaqlaşaq, amma təbii ki, prioritetləri icra etdikdən sonra da. Özünüz rəhbər kimi bir istirahətə gedəndə həqiqətdə əsl istirahətə gedib işdən qopub gedirsiniz, yoxsa özünüzlə sadəcə məkan dəyişirsiniz? Mən həmişə deyirəm ki, işi də özümüzlə, WhatsApp-da, işdə, telefon da özümüzlə istirahətə gedirsə, bu məkan dəyişmədi, istirahət deyil. Bu artıq reallıqdır. Düşünürəm, indi düzdür. Məsələn, elə bir mühit bəlkə də var ki, orada istirahətə gedəndə biz işi düşünə bilmərik. Belə mühitlər ola bilər. Amma kommersiya təşkilatlarında, xüsusilə ki, məqsədi yalnız mənfəət əldə etmək olan, inkişaf olan təşkilatlarda istər-istəməz iş səndən ayrıla bilmir. Vəhdət təşkil edir. Tamamilə işdən ayrıla bilirikmi? Yox. Məsələn, günün sonunda ən azından bir rəqəmlər yazırlar sizə, açırsınız, ona baxırsınız, az olanda keyfiniz pozulur, yaxşı olanda keyfiniz yaxşı olur. Bu baxımdan tam işdən ayrılıb istirahət edə bilirikmi deyə sual versəz, bir mənalı xeyir. Müəyyən mənada, amma işdən ayrılmaq olur. Mənim özümdə də baryer var idi. Mən birində uzun müddətli işim var idi. İstanbulda qalmalı oldum orada. İşçilərə deyim, mən bizə halda yığa bilərsiniz. Sizi gəlib bu plazadan çıxardıb çölə tullamayana qədər məni yığmayın da. Yəni ki, çünki özləri qərardır. Özünüz həll yolunu tapın. Bəli, tamam yox. Qərar verin, idarə eləyin. Ən təhlükəli məqamda ancaq o situasiyada da, yəni başqa məsələlərlə bağlı mənim bütün narahat eləməyin, bütün məsələlərin məsuliyyətini özünüz daşıyın. Həm özləri yetişməsi üçün də vacibdir də. Bəzən bizim ən böyük problemimiz səlahiyyət verməkdən qorxmaqdır. Yəni elə bilirik ki, bu hansısa vəzifə veririk, amma səlahiyyət veririk. Sağ ol, bəli, ən böyük problem olur. Ona görə də özümüz üçün də, həm də inkişaf üçün də onlar vacib məsələdir. Rəhbər emosiyalarını gizlətməyi bacarmalıdırmı, yoxsa özünün necə var olduğu kimi təqdim eləməlidirmi? Burada emosiya məsələsi əsasən qərar vermədə iştirak etməməlidir də. Yəni biz emosiyamızla qərar verməməliyik deyə düşünürəm. Bir çox hallarda. İndi nadirən olur, bəzən emosiyamızla qərar veririk, amma əsasən biz qərar verərkən emosiyalarımızı kənara qoymalıyıq. Amma ümumi götürsək, əgər biz cəmiyyətdə səmimi münasibət yaratmaq istəyiriksə, əməkdaşlar arasında, özümüz aramızda, rəhbərlər arasında düşünürəm ki, biz olduğumuz kimi olmalıyıq. Təbii ki, indi dostlarımızla olduğu kimi, mühitdəki kimi yox, bəlkə də, amma ümumən emosiyalarımızı gizlətməməliyik, səmimi olmalıyıq və düşünürəm ki, bu da komandaya müsbət mənada təsir göstərir. Amma qərarların verilməsində emosional qərarlar verməliyikmi? Düşünürəm ki, bu çox da uğurlu olmaz. Bəzi hallarda ola bilər, tək-tük hallarda bəlkə də ola bilər, amma ümumi götürsək düşünürəm ki, qərar vermədə emosiyalarımızı kənara qoymalıyıq, amma cəmiyyətdə bizi fərqləndirən cəhətlərdən biri də odur ki, bizim emosiyamız var və biz niyə də öz emosiyamızı gizlədək, bu halda düşünürəm ki, səmimi olmaya bilərik. Doğrudur. Emosiya ilə qərar ümumiyyətlə fəlakət ola bilər. Sonu fəlakətlə yekunlaşa bilər. Bax, özünüzü sizi dəyişdirən hansısa bir kitab varmı? Son olaraq nə kitab oxumusunuz? Siz o kitabı insanlara da tövsiyə eləyə bilərsiniz ki, faydalıdır. Bax, mən rəhbər kimi dəyişməyimə faydası olub, siz də oxuyun. Faydalı hesab etdiyim kitab
bu şəxsi belə deyək də inkişafla bağlı və yaxud da şəxsi idarə etməklə bağlı kitab sonuncu dəfə oxuduğum Pulun psixologiyası olub. Maraqlı kitabdır. Deyim ki, mən şirkətin idarə etməsində nəsə bir dəyişiklik edib yox, amma müəyyən mənada özümün pula olan davranışlarıma təsiri olubdur. Maraqlı kitabdır, maraqlı statlar var. Onu tövsiyə edə bilərəm. Sonuncu oxuduğum kitab kimi. Bax, təsəvvür edin, 2 dənə kitabdır. Bəli. Bu ikisindən birini sizə tövsiyə eləməlisiniz əməkdaşınıza. Biri liderliyin qanunudur. Bəli. Misal üçün, biri də azlıqla mübarizə. Hansını tövsiyə eləyərsiniz? Mən liderliyin qanununu tövsiyə eləyərəm, çünki o azlıqla mübarizə düzü bilmirəm, elə bir kitab var yoxsa yoxdur. Yox, şərt olaraq dedim. Yox, mən inkişaf üçün liderliyi mövzusunda oxumalarını tövsiyə edirəm. Təşəkkür edirik. Azər müəllim, bəs gənclərə nə tövsiyə eləyərsiniz? Ümumilikdə, xüsusən o kateqoriya ki, maliyyə sektoruna gəlmək istəyir, təcrübəsi yoxdur. Bunlar karyera qurmalarında təbii ki, siz yəqin ki, təcrübəsi olmayan əməkdaşlar da götürürsünüz də işə. Bəli. Bunlarla tövsiyə hansılar ki, siz görürsünüz, bunları işə götürməkdə onlara əngəl yaradır. O tövsiyələri verəsiniz ki, onlar da o təkmilləşdirsinlər ki, işə götürülmələrində bir maneə yaranmasın. Baxın, Rəhmət, son illər müşahidələr onu göstərir ki, biz əməkdaşlarla görüşürük və bir çox hallarda çalışıram, özüm də görüşürüm işə qəbul komissiyası ilə bir yerdə. Götürmək istədiyimiz əməkdaş deyək ki də və yaxud da ki, namizəd. Dəvət edirsən, müsahibəyə gəlib görüşüb, dəvət edirsən, gəlməkdən imtina edir. Bir çox hallarda görürük ki, gözləntiləri həddən artıq çox yüksəkdir. Təbii ki, bu pis bir şey deyil, yaxşı bir şeydir, amma bu dəyəri yaratmaq üçün bir vaxt lazımdır da. Birdən-birə tutaq ki, o şeyləri əldə etmək olmur. Biz özümüz də, siz özünüz də elə keçmiş dövrlərdə kifayət qədər təcrübə müddətimiz olub, əziyyət çəkmişik, tutaq ki, və s. Demirəm, məsəl üçün, bizim elədiklərimiz onlar eləsinlər, amma ən azından biraz səbirli olmalıdırlar ki, bu işi öyrənsinlər. Sənin heç bir təcrübən olmayan, heç bir fikrin olmadığı bir işdə işə götürülürsənsə, birdən-birə yüksək əmək haqqı, deyək ki, yüksək vəzifə artımı və s. bunu gözləmək düşünürəm ki, sadəlövhlükdür. O baxımdan düzü bilmirəm nə qədər bizim tövsiyəni qəbul edərlər. Biraz bu baxımdan düşünürəm ki, zəhmətkeş və biraz səbirli olmalarını tövsiyə edərdim ki, o istədikləri nəticəyə çatmaq üçün addım-addım getmək lazımdır. Yəni 5 dənə pilləkəni birdən və yaxud da 10 dənəsi birdən olmur. Yəni ki, bəlkə də kimdəsə olubdur, bu bir dənə olar, maksimum 2 dənə olar. Yəni hamı addım-addım inkişaf edir. Bu baxımdan səbir və belə deyək, zəhmət, əzm arzulayıram onlara və təklif edirəm ki, elə olsunlar. Təşəkkür edirik tövsiyələriniz üçün. Azər müəllim, çox sağ olun, dəyərli təcrübələrinizi bölüşdüyünüz üçün. Hesab eləyirəm ki, bugünkü təcrübələriniz çox faydalıdır. Çox sağ olun bunu bölüşdüyünüz üçün, dəvətimizi qəbul edib gəldiyiniz üçün ayrıca təşəkkür edirik. Mən də sizə təşəkkür edirəm. Bununla da bugünkü verilişimiz sona çatdı, əziz izləyicilər. Bankir Masasının növbəti verilişində hansı qonağın olmasını istəyirsinizsə, mütləq şərh bölməsində qeyd edin. Eyni zamanda kanala abunə olmağı unutmayın. Növbəti görüşlərədək sağ olun.